Salam, hər vaxtınız xeyirli olsun, sayğıdəyər 14 TV televiziyasının izləyiciləri. Hər birinizi xoş gördük. 14 TV-nin efirində Misra verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Bildiyiniz kimi bu günlər İslam aləmində çox əzəmətli, çox xeyirli, bərəkətli günlərdən sayılır. Nə üçün ki, iki dünya xanımı, xanımlar xanımı, Həzrət Peyğəmbərimizin ciyər güşəsi xanım Fatimə Zəhra salamullah əleyhanın Mövlud günləridir. Və bu özəl, bərəkətli günlər münasibətilə bütün dünya müsəlmanlarını, xüsusilə də xanımlarımızı, ana bacılarımızı ürəkdən təbrik edirəm. İnşallah bayramınız mübarək olsun. Allah hər iki dünya xanımı, xanım Fatimə Zəhra salamullah əleyhanın bu dünyada ziyarətin, üqbada şəfaətin hər birimizə nəsib eləsin inşallah. Bu bərəkətli günün əlbəttə ki, bərəkətli qonaqları da var. Mən zaman, vaxt itirmədən qonaqlarımızı sizə təqdim etmək istəyirəm. İlk qonağım Əhlibeyt şairi, yazar Namiq Suzi. Namiq bəy, bayramınız mübarək, xoş gəlmisiniz. Ya Allah, bismillah. Selamun aleykum. Allah sizdən razı olsun ki, bu cür əzəmətli verilişə bizləri dəvət eləmişsiniz. Bu gün xanım Zəhranın Mövlud günüdür. Hər birimizə Mövlud bərəkətli olsun. Bizi izləyənləri də salamlayıram. Allah Taala xanım Zəhranın şifaətindən bizləri və bizi izləyənləri bir nəsib eləməsin. Təşəkkür edirəm Namiq bəy. Gözəl dualarınıza mən də amin deyirəm və bu bərəkətli gündə sizin də burada iştirakınız həqiqətən də bizi çox sevindirdi. İnşallah ki, əlbəttə verilişimizin növbəti dəqiqələrində sizin gözəl şeirlərinizi dinləyəcəyik, zövq alacağıq, var olasınız. Və növbəti qonağıma keçim, əziz, dəyərli Əhlibeyt məddahı, gözəl səsi ilə insanların qəlbinə yol tapan Seyyid Taleh Günəşli. Seyyid, xoş gəlmisiniz. Xoş gördük, salamlayıram. Əvvəla bütün kollektivi salamlayıram. Allah hər birinizdən razı olsun ki, bu gözəl verilişi ərsəyə gətirib çıxartmışsınız. Və Allahdan arzum budur ki, bu dünyada xanımın ziyarətin, üqbada şəfaətin bizlərə nəsib eləsin. İlahi amin deyirəm. Çox sağ olun Seyyid. Mən də sizin də bayramınızı təbrik edirəm və əlbəttə ki, bu bayram günlərində bayram təəssüratı ilə verilişimiz gedəcək inşallah. Və təbii ki, mövzumuz da elə xanım Fatimə Zəhra salamullah əleyhanın barəsində olacaq. Suallar ünvanlayacağıq Seyyidə və eyni zamanda da gözəl səsinizi dinləyəcəyik. Sevinin ey analar, bayramınız bərpadır. Yevm-i Mövlud-i xanım Fatimə-i Zəhradır. Bircə anlıq unudun siz qəmi fəryadınızı. Bircə anlıq unudun siz qəmi fəryadınızı. Fatimə xatiri siz də qoruyun adınızı. Böyüdün İslami bir ruh ilə övladınızı. Qəlbiniz ülvi bir eşq ilə dolu dəryadır. Sevinin ey analar, bayramınız bərpadır. Öyrənib etsək əməl, biz də bu Qur'anımıza, başqa bir kəslə baxar gərdişi dövranımıza. Analar verdi bugün qüvvəti imanımıza. Başınızda yeni aləm, yeni bir sevdadır. Sevinin ey analar, bayramınız bərpadır. Ey qadın, Fatimədən var sizə bir böylə xitab. Qadının zinəti etməkliyidir, hifz-i hicab. Hökm-i Qur'andır bu, hər iki dünyada savab. Sanma bu 5 gün ömür bir əbədi dünyadır. Yevm-i Mövlud-i xanım Fatimə-i Zəhradır. Analarımız bu böyük dünyamızın zinətidir. Onların qeyrəti İslamımızın qeyrətidir. Analar bayramıdır, Fatimənin dəvətidir. Tələsin siz bu səbəbdən, bu gözəl məvadır. Yevm-i Mövlud-i xanım Fatimə-i Zəhradır. Bəli, əziz dəyərli izləyicilər, gözəl Əhlibeyt şairimiz olan Axund Azərin bu beytləri ilə başladıq verilişimizə. Həqiqətən də burada da, bu şeirdə də qeyd olunduğu kimi analar bayramıdır, xanımlar bayramıdır və
təbii ki, bütün müsəlmanların bu gün qəlbində xüsusi sevinç hissi olan bir gündür. Bu gündə hamı bir-birini ürəkdən təbrik edir və xüsusilə bizim bəylərimiz, qardaşlarımız, əmilərimiz, atalarımız, dayılarımız, hansı ki, onların ətrafında olan bütün xanımları təbrik edirlər. Elə xanımlar bayramı elə məhz bu gündür. Xanım Fatimə Zəhra salamullah əleyhanın dünyaya gəldiyi gün. Seyid, xanım Fatimə Zəhra salamullah əleyha elə bir böyük şəxsiyyətdir ki, Qur'an-ı Kərimin müxtəlif ayələrində onun haqqında, onun şəni haqqında bəhs olunur təbii ki. Və xüsusilə də İslam dünyasında artıq demək olar ki, bu yekdilliklə qəbul olunub ki, Kövsər surəsi ki, hansı ki, xanım Fatimə Zəhra salamullah əleyhanın barəsində yazılmış, ona aid olan bir surədir, onun əzəmətini vəsf edən bir surədir və eyni zamanda xanım Fatimə Zəhra salamullah əleyhanın bir çox adları olub və o adlardan biri də Kövsərdir. Xahiş edirəm bu barədə öz fikirlərinizi bölüşərdiniz. Xanım Zəhra salamullah əleyha bir xanımdır ki, həqiqətən 18 il ömür sürüb, amma 14 əsrdir ki, hələ də danışılır, ta qiyamətədən də danışılacaq. Bir xanım Allahın nə qədər sevimlisinə çevrilə bilər ki, 18 il ərzində. 14 əsrdir hələ də danışılır. Və özünüz buyurdunuz Qur'anın Kövsər surəsində ki, Peyğəmbəri çox lağ edirdilər. Peyğəmbər salavatullaha çox tənə vururdular. Sən əbtərsən, sonsuzsan. Amma Allah bir xanımı əta etdi ki, İslam Peyğəmbərinə İnnə şəniyəkə vələbdə. Sənə sonsuz deyənlər həqiqətən özləri sonsuzdur. Və xanım Zəhra ilə bunu sübut elədi dünyaya. Ta qiyamətəcən də xanımın balaları, nəvələri gəlirlər, gələcəklər və xanım Zəhra salamullah əleyhanı tanıtdıracaqlar. Doğrudan da Seyid, çox gözəl bir nöqtəyə toxundunuz ki, Allah xanım Fatimə Zəhra salamullah əleyha haqqında Kövsər ifadəsindən, ibarəsindən istifadə edir. Hətta Kövsər sözünün bir mənası da cənnətdə bir bulağın adıdır. Kövsər bir nəhrin, bir çayın adıdır daha doğrusu. Və xanıma layiq olan bu Kövsər sözünün mənası isə çoxluq deməkdir. Doğrudan da bugünkü gündə... Bitməyə. Düzdürmü? Bitməyən, həqiqətən də. Yəni, çox gözəl vurguladınız ki, 1400 il bundan qabaq, yəni öncəki bir hadisə, qısa bir ömür müddəti, amma Kövsər kəsrət ifadəsi ilə bağlıdır. Yəni, bu qədər çoxluq. Yəni, o dövrdə bir çox insanlar var idi Həzrət Peyğəmbərin dövründə, düzdürmü? Yəni, Qureyş qəbiləsindən olan, Bəni Haşimdən olan və digər təbii ki, qəbilələrdən İslam tarixini oxuduğumuz zaman biz bunların şahid oluruq və hətta Həzrət Peyğəmbərimizi o bayaq qeyd elədiniz, gözəl şəkildə lağ eləyən insanlar var idi. Əbtər, yəni ifadəsini işlədirdilər. Çünki o dövrün, belə deyək, o mühiti, ərəb mühiti çox vəhşiləşmiş formada idi. Bədəvi ərəblər idilər. Hansı ki, elə bir, belə deyək, yəni ideologiya irəli sürmüşdülər ki, bir kəsin əgər oğul övladı yoxdursa, demək onun o sonsuzdur. Yəni, ola bilər bir nəfərin 10 dənə qızı olsun, amma bir oğlu olmasın. Onu sonsuz hesab edirdilər. Və təbii ki, o dövrdə biz təbii bu mövzu barəsində söhbət salmışıq. O dövrdə qız övladlarına qarşı olan müxtəlif cinayətlər, onların diri-diri bastırmağı, yəni bunu biz tarixdə oxumuşuq. Və belə bir zamanda Həzrət Peyğəmbərimizə təni eləyənlər, Həzrət Peyğəmbərimizə rişxənd eləyənlər, onların artıq yəni bir özlərinə görə bir
dayaq nöqtəsi var idi ki, Peyğəmbərimizin övladı, oğlu yoxdur. Övladı var daha doğrusu, oğlu yoxdur və onu elə oğlu yoxdursa deməli heç bir, yəni bir övladı olmayan bir şəxs kimi təqdim etməyə çalışırlar ki, Peyğəmbərimizin nəsli davam eləməyəcək. Amma nə gördük biz? Yəni 1400 il sonrakı olan insanlar, o dövrün, yəni bu dövrün insanları olaraq biz onun şahid olduq ki, hal-hazırda dünyanın hər bir məntəqəsində Xanım Zəhranın övladları var. Övladlardan biri də Seyid Taleh qardaşımdır. Bu günləri elə bizim studiyamızı öz iştirakı ilə zinətləndirib. Seyid Taleh qardaşımız var olsun, anasının belə deyək də, yəni belə düzdür. Xanım Zəhra hamımızın əlbəttə ki, anamız sayılır. Amma Seyidlərə bir qan bağı var. Düzdürmü? Qan bağlılığı var və bugünün reallığı budur. Dünyanın hər bir məntəqəsində elə deyilmi? Seyidlərimiz var. Eyni zamanda bizim Azərbaycanımızda da, yəni bu barədə əlbəttə ki, xüsusi bir mövzu qoymaq lazımdır ki, nə qədər bizim həqiqətən də kəramətli seyidlərimiz olub. Düzdürmü? Bəli. O kimləri misal çəkmək olar seyid? Məsəl üçün, elə hər yer biz başqa bir ölkəyə dəvət alanda, orada bizə deyirlər, həqiqətən Azərbaycan o qədər bərəkətli bir dövlətdir ki, girişi Peyğəmbər balasıdır, Maşallah. çıxışı Peyğəmbər balasıdır. Əhsən. Elə xanım həkimə salamlı aleyhanın adını çəkmək olar. Əlbəttə ki. Ki, həqiqətən nə qədər insan gedib xanımdan Allaha xatir şəfa istəyib, gedib bir Mövsüm ağanın qəbrini ziyarət edib, xanım Rəhimə, xanım Leyla, hamısı Peyğəmbər balasıdır, xanım Zəhra balasıdır, seyidlərdir və bütün rayonlarımıza geçsiniz, hamısında bir dənə ocaq var, seyid ocağı var. Məsələn, Ağdamda Seyid Lazım ağa, hər yerə geçsiniz, Peyğəmbər balasını görəcəksiniz. Gəncədə İmamzadələr, əlbəttə ki, xüsusilə misal çəkmək lazımdır. Şəhzadə İbrahim, hansı ki, 5-ci imamımız, İmam Məhəmməd Baqir əleyhissalamın övladıdır və illərdir insanlar ora pənah aparırlar. Uşaq vaxtı böyüklərimiz bizim əlimizdən tutub, hə, Namiq bəy, bizi aparıblar ziyarətlərə, ocaqlara, Seyyid Peyğəmbər övladlarının, hansı ki, onların uyuduqları o məzar, o məkan doğrudan da xüsusi bir yer olub. Dəfələrlə şahid olmuşuq ki, ora nəzir edən bir insanın nəzri qəbul olub. Özümüz şahid olmuşuq, ətrafımızda olan insanlar bu barədə yəni başlarına gələn hadisələri danışıblar. Doğrudan da baxırsan ki, həqiqətən də seyidlərin o Kövsər sözündən əgər biz yola çıxsaq, onların doğrudan da o böyüklüyünün, çoxluğunun, bir bərəkətinin olduğunun şahidi olaraq elə bayaq da qeyd etdiyim kimi, nəinki Azərbaycan, dünyanın hər bir tərəfində biz hansı məkana keçsək, orada biz bir Peyğəmbərin nişanəsinin olduğunu görərik. Elə deyilmi Seyid? Mütləq. Doğrudan da bu xüsusi bir bərəkətdir və əlbəttə ki, Azərbaycanımıza olan bərəkətdir. Çünki bura pənah gətirən Seyid balaları, Seyid dediyimiz Həzrət Peyğəmbərimizin, Seyid sözü özü də ağa deməkdir, yəni o müraciət formasıdır. Yəni ağa da hər insana ağa deməzsən. Hansı ki, bir insan doğrudan da bir üstün bir şəxs olar, bir şərafətli bir insan olduğu zaman o insana ağa deyə müraciət edərsən. Və Azərbaycanımızda elə bu Seyid sözünün də bu qədər yayılmağı və eyni zamanda Seyid adı gələndə biz məclislərimizdə də biz bunun dəfələrlə şahid olmuşuq ki, xeyir məclislərində ilk öncə seyidlərə söz veriblər. Dəfələrlə bu biz yəni el şənliklərində, İslam məclislərdə iştirak edirik elə hər birimiz. Biz bunu görürük ki, gəlib bizə ilk sözü söyləmək barəsində bizə xahiş edirlər ki, bu məclisdə bir Seyid Peyğəmbər övladı var, şərafətli bir insan var. Seyid Peyğəmbər övladı olduğu yerdə bizim söz danışmağımız uyğun olmaz. Və ilk çıxışı Seyid Peyğəmbər övladı edir. Və təbii ki, cəmiyyətimizdə də bizim
seyidlərə ehtiramımız bir məclis olduğu zaman, məsələn, içəri daxil olanda biz ilk öncə seyidləri başda əyləşdirmək, ağsaqqallar və təbii ki, seyidləri başda əyləşdirməyə çalışırıq. Seyiddən öncə hərəkət etmirik. Yəni, bu misalları çox çəkmək olar bu barədə. Və xüsusi bunu qeyd etmək lazımdır ki, seyidlər Azərbaycana pənah gətiriblər. Bir insana əgər zülm edirlərsə, o insan olduğu mühitdən uzaqlaşmağa çalışır. Və tarixən biz bunun şahidi olmuşuq. Seyidlərimizə, Peyğəmbərimizin balalarına olan əlbəttə ki, bu təqiblərin, təzyiqlərin şahidi olmuşuq. Və onlar Azərbaycana pənah gətiriblər. Nə üçün? Artıblar Azərbaycanda. Çünki Azərbaycanda onlara xüsusi ehtiram bəsləyiblər. Bəli. Bu, əlbəttə ki, bu seyidlərə olan sayğının, hörmətin bir göstəricisidir. Təşəkkürümü bildirirəm. Seyid, Allah sizi var eləsin. Təbii ki, bizim bugün studiyamızın qiymətli qonağı Əhl-Beyt şairi Namiq Suzi bəydir. Bu gözəl gündə xanım Zəhradan söz açdıq və ardınca xanım Zəhranın balalarından danışdıq. Və əlbəttə ki, sizin də o özəl günə hədiyyəniz var. Gözəl şeir parçası ilə bizi izləyənləri, bizi dinləyən dəyərli tamaşaçılarımızı sevindirəsiniz. Buyurun, söz sizindir. Allah Teala razı olsun sizdən. İnşallah mən 2 şeir oxuyacağım inşallah. Biri Allaha olan münacatdır. Çünki bu günlər həqiqətən də bizə Allahın nəzəri xüsusilə lazımdır. Həzrəti Zəhraya xatir inşallah. Bir münacat oxuyacağım. Ondan sonra Kevsər surəsini nəzmə çəkmişəm. İnşallah onu da oxuyacağım. Maşallah, nə gözəl. Buyurun. Ey zatı alim, qüdrəti hər dərd üçün həkim, əhli günahı əhv edən ey mehriban, həlim. Sənsən bilən günahımı ey əhv edən xuda, ey cümlə ismi tərifi Rəhman və Ər-Rəhim. Səndən nə gizlədim, mənə məndən yaxın olub, hər türlü hacətim bilən ey Xaliqul Əlim. İllərlə məhkəməm çəkə, mən razıyam, əgər sən hökmü adilanə edən, mənsə müddəhim. Yoxdur bu əqlimin gücü dərk eyləsin səni, ey zikri dildə əkbər-ü sübhanəkəl əzim. Lütf et, nolar ki saqi aləm şərab-ı haqq. Lütf et, nolar ki saqi aləm şərab-ı haqq. Məstanə ta tutum rəhi meyxanə müstəqim. Ya Rəb, ғəni sən eylə kərəm suziyə nolur. Eylə nəzər bu bəndənə səndən səvayı kim. Eylər nəzər bu bəndənə səndən səvayı kim. Allah Teala hər birimizə nəzər yetirsin, lütf eləsin inşallah. İlahi amin. Və dediyim kimi Kevsər surəsini inşallah yəni açmasıdır. İndi siz bu haqda da bir məlumat eləyərsiniz inşallah ki, Kevsər surəsinin əvvəlində və axırına kimi nə deyilir? Qısa bir surədir. İnşallah barədə siz məlumatlandırarsınız inşallah bizim izləyicilərim. O gün ki gəldi bu dünyaya binti Peyğəmbər, səmayı eşqə günəş doğdu, yox ona bənzər. Rəsulə xaliq aləm buyurdu, ey xatəm, həqiqətən sənə rəhmətlə müjdədir Kevsər. Xudaya həmd elə kəs haqq yolunda qurbani, ki lütf olundu sənə bu hədiyyə ey sərvər. Bu lütf ilə bərəkət tapdı sülb-i İbrahim, bu lütf ilə bərəkət tapdı sülb-i İbrahim. Qalar sənə deyən insan sülaləsiz əbdər. Həya-və İsmət-i Zəhra cəhanə zinətdir, hicabı zülmətə həqqin ziyasıdır ənvər. Məzarı Fatimənin gizli qalmaz ey könlüm, əgər ki zahir ola Məhdi ol mələk mənzər. Mübarək alim viladətdir suzi, dilşadəm,
Səlamı ərz elə ol binti şahə, sən nökər. Səlamı ərz elə ol binti şahə, sən nökər. Allah Teala sizdən razı olsun. Allah Teala bizi Xanım Zəhranın bu dünyada ziyarətin qismət eləsin bizə, axirətdə şifaətin qismət eləsin. Bu Kevsər surəsinin elə bir nəzmə çəkdiyim bir şeirdir. İnşallah siz də zəhmət olmasa bu surə haqqında bir qısa bir açıqlama eləyərsiniz ki, bizim izləyicilər, elə insan var ki, məlumat yoxdur, həqiqətən yoxdur. İnşallah ki, bizim verilişdən maariflənərlər. Allah sizdən razı olsun. Namiq bəy, təşəkkür edirəm. Çox sağ olun. Həqiqətən də çox gözəl bir əsərdir. Ümumiyyətlə, belə bir formada hədisləri deyək, ümumiyyətlə Quran surələri, ayələrini nəzmə çəkməyin də özü bir bərəkətdir, hər şey, elə deyilmi? Yəni, çox gözəl şəkildə Kevsər surəsini, istəyərdim siz Kevsər surəsinin həm ərəb dilində, həm də bizim Azərbaycan dilində tərcüməsi ilə bərabər söyləyərdiniz. Təşəkkür edirəm. Bəli, Allah Quranda 114 dənə surə göndərib, onlardan da biri Kevsər surəsidir ki, bayaqda buyurduq, Peyğəmbərimizə məxsusi əta olan bir surədir. Allah Müteala həmən o surədə buyurur ki, Bismillahirrahmanirrahim, bağışlayan və mehriban Allahın adıyla, İnna ə'taynəkəl kəvsər. Biz sənə həqiqətən Kevsəri əta etdik. Fəsalli li rabbikə vənhər, dur namaz qıl. Şükür elə, təşəkkür elə və qurban, dəvə nəhr elə, qurban kəs. İnnə şəniyəkə huvəl əbtər. Onlar ki, sənə sonsuz deyirdilər, özləri sonsuzdular. Var olasınız Seyid, elə bu ayənin fonunda, bərəkəti ilə inşallah sizin də səsinizdən, avazınızdan bu gözəl Mövlud günü hədiyyəsi olsun inşallah əziz izləyicilərimizə. Sizi dinləyək, buyurun. Mən də öz növbəmdə bir dənə gözəl bir şeir oxuyum Allahın izni ilə. İnşallah, buyurun. Bəhbəhəcəb bu məclisin vardı şükuhu şokəti. Bəhbəhəcəb bu məclisin vardı şükuhu şokəti. Şur-u nəva yaratmağa tapmışam ayrı fürsəti. Şeirdə ol qədər gərək, ləzzət o iştiyaq ola. Həm oxuyanı məslidə, həm eşidən cəmaəti. Fatimədən lə söyləyim, Fatimə nurin abidi. Fatimədən danışmağa, yox dilimin ləyaqəti. Fatimə daməlin tutan, qorxu qiyamət eyləməz. Dəst-i gireh kəşan ilə möhr olacaq şəfaəti. Fatimə eşqin əvvəli, Fatimə eşqin axəri. Aləmi eşqi xəlq edib, Fatimə'nün məhəbbəti. Fatimə zinətül kəsa, Fatimə zinətül kəsa, Fatimə zinətül kəsa. Fatimə xəlq eləyib mə'neyi mənəviyyəti. Fatimə hər qədəm nəbi, Fatimə hər nəfəs əli. Fatimədir vəsl eləyən nübüvvətə imaməti. Fatimə yəni ya Həsən, Fatimə yəni ya Hüseyn. Fatimə yəni ya Həsən, Fatimə yəni ya Hüseyn. Fatimə yəni öyrədən Zeynəbə Zeynəbiyyəti. Yoxdur hər hansı hüsnünün bəsmə vuran bəzəklərə. Sirkələsə saçıl xanım qeyrətənər ətəklərə. Qüdrəti Fatimə verib Xeybər atan biləklərə. Müddəyi hansı məktəbin bir belə nuri eyni var. Kim ola əbdi Fatimə, dövlət o nəşət eyni var. Məryəm onun kənizidir, qəsd-i ədai deyni var. Olsa Məsih Məryəmin, Fatimənin Hüseyni var. Fatimənin Hüseyni var. Mən sənin şeirini necə yazım ki, bu sözlər ya Zəhra layiqin olsun
səni könüllərə necə düzüm ki, dünya mənim kimi aşığın olsun. Dünya mənim kimi aşığın olsun. Bunun üçün Allah'dan qüvvət istədim. Aciz qələmimə qüdrət istədim. O gün cəmalınla surət istədim. Niyə? Könlüm yanılmasın, sadiqin olsun ey. O gün cəmalınla surət istədim. Könlüm yanılmayıb, sadiqin olsun. Zəhra ya Zəhra, Zəhra ya Zəhra, Zəhra ya Zəhra, Zəhra ya Zəhra. Göylər nura qərq oldu, Yerlər sevinclə doldu. sən dünyaya gələndə. Ya Zəhra, ya Zəhra, Göylər nura qərq oldu, yerlər sevinclə doldu. sən dünyaya gələndə. Ya Zəhra, 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 ya Zəhra. Seyid, təşəkkür edirəm. Allah o gözəl səsinizə, avazınıza bərəkət versin. Həqiqətən də qəlbimizi, ürəyimizi şad elədiniz. Bu Mövlud günündə Allah da sizi hər zaman şad eləsin inşallah. Minnətdaram. Əlbəttə sizin yenə ifanızı dinləyəcəyik. Böyük müsəlman sosioloqu Əli Şəriəti Həzrət Fatimənin həyatından bəhs edən Fatimə Fatimədir əsərində müəyyən mənada qadın şəxsiyyəti olaraq xanım Fatimənin yerini göstərməyə çalışır. Onun elmi, ictimai siyasi fəaliyyətinə işıq tutmağa çalışır. Əli Şəriəti Həzrət Fatiməni Əhl-i Beytin mərkəzində birləşdirici məfhum olaraq görür. Sitat: Əlinin müqayisəsiz həqiqət, mütərəqqi məktəb olmasına heç bir şübhə yoxdur. Əli əleyhissalam əfsanəvi həqiqətdir. İnsan necə olmalıdırsa, Əli də elədir. Onun həyat yoldaşı Fatimə ideal qadın nümunəsi olaraq heç bir zaman və məkanda öz aktuallığını itirmir. Övladları Hüseyn və Zeynəb öz inqilabları ilə istibdadı bəşər tarixində əbədi rüsvay edənlərdir. Fatimə evi İbrahimin öz varisləri ilə məskunlaşdığı Kəbədir. Əlbəttə ki, burada Kəbə bir işarədir. O Kəbə daşlardan qurulmuşdusa, bu Kəbə insanlardan ucalmışdır. O Kəbə yalnız müsəlmanları üçün idisə, bu Kəbə bütün məzlum aşiqlərin sığınacağıdır. Doğrudan da baxdığımız zaman həqiqətən də çox dəyərli fikirlərdir. Orada bir ifadə keçir. Seyid, əlbəttə ki, sizin fikrinizi mənim üçün, sizin fikriniz həqiqətən də çox maraqlı olacaq. O Kəbə daşlardan qurulmuşdursa, bu Kəbə insanlardan ucalmışdır. Burada bir gözəl bir müqayisə gedir. Xanım Fatimə Zəhranın evi. Həqiqətən də elə bir ev idi ki, o ev xanım Fatimə Zəhra salamullah əleyhanın evi ki, Quranda da ayəsi var, eşitmisiniz. 3 gün oruç tutdular. Niyə başqa qapıya yox? Orada nə qədər qapı var idi. 3 gün eyni qapıya gəldilər.
Biz bugün gedirik Kəbəyə dua edirik, Allah bizi bağışla. O vaxtın insanları da bu qapıya gəlirdilər. Çünki bu qapı idi Kəbə. Kəbəni Kəbə eləyən bu qapıdır. Birinci gün qapıda ölür mən miskinə. İkinci gün qapıda mən sahilə. Üçüncü gün qapıda mən yetimə. Həqiqətən çox maraqlıdır. Niyə bu qapı? Yəni, həmən o müqayisə evdir ki, Kəbə evi ilə. Onu insanlar bina eləmişdi bunu. Əhl-i Beytin özü. Və xanım Zəhranın bərəkəti idi ki, bütün imamlarımızın da hədisləri var. Deyir, biz bütün bəşəriyyətə hüccətik. Amma bizə hüccət bir xanım Zəhra salamun aleyhadır. Çünki Allah elə bir neymət verib ki, xanım Zəhra salamun aleyhanı, insanlar bu neymətdən yapışsalar, əmin olun ki, heç vaxt azmazlar, heç vaxt yanlış yola getməzlər. Çünki elə hədisi kəsanı da oxusaq, Əba hədisində oxusaq, Allah nə deyir orada? Peyğəmbər, sən olmasaydı dünyanı xəlq eləməzdi. Əl olmasaydı, Zəhra olmasaydı heç biriniz xəlq eləməzdi. Çox maraqlıdır. Allahümme salli ala Fatimətə və əbiha və bə'liha və bəniha və sirril musta'adə ayf. Həqiqətən Allah deyir, mən Fatimənin babası, anası, yolda hamısını. Kim istəyir orada? Cəbrail istəyir o əbanın altına girməyə. Allah deyir, olmaz. Hara gedir? Ora 5 nəfər yeridir. Fatimə və onun ailəsi, o atası, yoldaşı, övladları oradakı deyir. Və bə'liha və bəniha və sirril musta'adə. Həmən o məsələdir. Hətta orada Ümmü Sələmə adlı Həzrət Peyğəmbərimizin yoldaşlarından, yəni biri həmən hadisə zamanında orada olur. Həzrət Peyğəmbərimizə müraciət edir ki, mən də yəni o əba əhlindən, o əhl-i beytdən mən də sayılıram mı? Həzrət Peyğəmbərimiz ona deyir, sən çox xeyirli bir qadınsan, çox xeyirli bir xanımsan, amma çox təəssüf ki, sən əba əhlindən deyilsən. Yəni bu Həzrət xanım Fatimə-i Zəhranın biz əzəmətindən danışırıq bu Mövlud günlərində və əlbəttə ki, o əzəməti bərəkətli eləyən onun evidir. Yəni o evdə olan şərait, o evdə olan mənəvi ab-hava, həyat yoldaşına, atasına, balalarına bəslədiyi, bəli, və o cəmiyyətə də oradan bir mesaj. O evdən bu mesaj ötürülür cəmiyyətə. Ana kimi bir anadır. Üstündür. Yoldaş kimi üstündür. Həzrət Əli əleyhissalam döyüşdən gəlir, yaralıdır. Onu necə qayğı ilə, məhəbbətlə xidmət eləmək, yaralarını bağlamağı. Və Həzrət Əli əleyhissalamın öz son anında səslədiyi bir xanım var idi, bir insan var idi. Saldılar evdə o dəm bəstərinə Mövlanı, yara ağır idi, durmurdu müqəddəs qanı. Əlləri sinəsi üstə çağırıb Zəhranı. Mən həman döyüşdən yaralarla gələn Heydərinə. Yəni, Həzrət Əli əleyhissalam da son anında xanım Zəhranı xatırlayır ki, sən idin mənə dəstək olan. Sənin varlığın idi məni diri tutan. Bütün həyata xanım Zəhranın məktəbindən baxsaq, xanım evdə necə rəftar eləməlidir, baxa xanım Zəhraya. Yoldaş evdə necə rəftar eləməlidir, baxa xanım Zəhraya. Qız evdə necə rəftar eləməlidir, valideynlərinə qarşı baxa xanım Zəhraya. Məncə çox mükəmməl bir görüntü yaranır. Doğrudan da təşəkkür edirəm Seyid, var olasınız. İnşallah davam edəcəyik və əlbəttə yenidən Əhl-i Beyt şairi Namiq Suzi qardaşımın gözəl şeirlərini dinləyək. Buyurun, söz yenidən sizindir. Mən yenə də sizin kollektivə minnətdarlıq bildirirəm valla. Bu çox gözəl bir məclis, belə veriliş, nə bilim, gözəl, çox xoşuma gəldi. Təşəkkür edirəm, var olasınız. Sizin də səsinizə, Seyid Talihin də səsinə Allah razı olsun. Bərəkət versin. İnşallah Allah qismət eləsin. Məncə sizə bundan gözəl dua olmaz. Allah sizə qismət eləsin. Ağa gəlsin,
Desin ki, Seyid Gəbra, Sallallahu. Oktay Gəbra, bu həmin Zəhranın qəbridir. Oxu burada. Nə qədər istəyirsən oxu. Allahu Ekber. Allah Taala sizə qismət eləsin o günü inşallah. Amin, amin. Təşəkkür edirəm Namiq bəy. Əlbəttə bu verilişin belə mənəvi, bərəkətli olmağının səbəbi əlbəttə ki, biz deyilik, xanım Fatimə Zəhradır, təbii ki. Buyurun. İnşallah. Düz beyti şeirimə neçə mənanı ey qələm, səndən könül dilər bu təmənnanı ey qələm, göstər həyavı isməti dəryanı ey qələm, zikr eylə nuri didə-i tahanı ey qələm, vəsf eylə ta ki Həzrəti Zəhranı ey qələm. Bir şəxsin eylə vəsfini xilqətdə pakizə, rüxsarı həm günəş kimi nur açdı gündüzə, həm məhcəmalı hər gecə göylərdə möcüzə, verdim qəsəm xudaya səni, başladım sözə, qaldır hicabı, aç bu müəmmanı ey qələm, düz beyti şeirimə neçə mənanı ey qələm. Solmazdır eşqi kim o gülün ta əbəd dəlil, Gülzar Əhmədin gülüdür tərdi hər fəsil. Olsun fədası dəhrdə minlərlə canu dil, var mətləbim bu şeiridə etmə məni xəcil, xəlqət tanıtdır ol gülü rənanı ey qələm, səndən könül dilər bu təmənnanı ey qələm. Yoxdur səfada ətridə cənnətdə bənzəri, yoxdur kəmali hüsnüdə şəvkətdə bənzəri, yoxdur bu ali rütbədə xilqətdə bənzəri, yoxdur ilahidən gələn ismətdə bənzəri, coşdur yatan bu bəhri müsəffanı ey qələm, göstər həyavi isməti dəryanı ey qələm. Mövcud üçün səbəbdir əzəl mövcudatımə, mövcud üçün səbəbdir əzəl mövcudatımə, olsun qəsəm mələkdən uca sülb-i zatımə, eşqindən ayrı yoxdur ümidim nicatımə, göylərdə ismi Fatir onun, yerdə Fatimə, zülmətdə gör bu şəms-i müəllanı ey qələm, zikr eylə nuri didə-i tahanı ey qələm. Xəlq etdi xilqətin ona xatir Cənab-ı Haqq, Kevsər deyibdi şəninə sonra kitab-ı Haqq, yağdırdı cümlə aləmə rəhmət səhab-ı Haqq, lütf eylə lövh-i ömrə yazılsın səvab-ı Haqq, çatdır rizaya suzi-i rüsvanı ey qələm, vəsf eylə ta ki Həzrəti Zəhranı ey qələm, vəsf eylə ta ki Həzrəti Zəhranı ey qələm. Mən xahiş edirəm, bir söz yadıma düşdü. Onu mən burada istəyirəm deyəm. Təbii ki, İnşallah ki, buyurun. Düzdür, bu təkrar olmayacaq. Bu söz sadəcə nəsə ürəyimdən bu cür gəldi. Mən bir şeyi istəyirəm xatırladam, çünki yadıma düşdü ona görə. Xanımın əzəmətindən ki, bu cür biz danışırıq. O elə bir xanımdır ki, həqiqətən çox bərəkətli bir insandır ki, Allah Taala cümlə dünyanı, kainatı ona xatir yaradıb. Bu sözün altında, bu sözün daxilində çox şeylər gətirir, bizim xəbərimiz yoxdur və ən öndə olan bir səbəb var ki, xanım Zəhranın həqiqətən də əzəmətini ortalığa qoyur. O da bundan ibarətdir ki, adlarını bilmirəm kimlər olub, kim olub, dövrümüzün deyək ki, əsrimizin deyək ki, bir alimi olub. Deyir, mən araşdırdım, gördüm ki, ən əzəmətli, ən layiqli, gözəl, əxlaqlı filan sayır orada müəyyən o müsbət xüsusiyyətləri olan insan Həzrəti Peyğəmbərimizdir ki, onu seçir, yəni o siyahıda. Biz hələ bunu dərk eləməliyik ki, Əşrəfül Ənbiya, yəni insanların əşrəfi olan insanın gözəl övladı xanım Zəhranın
aşiqləriyik. Vallah bu nemətdir. Bu nemətdən Allah Taala bizim əlimizi heç vaxt üzməsin. Allah Taala qismət eləsin. Yenə də deyirəm, xanım Zəhranın qəbri şərifinin ətrafında biz bu cür şeirlər, bu cür mətlər oxuyaq. İmam Zaman ağanın iştirakı ilə. O da bizə qismət olsun inşallah. Yenə də minnətdaram sizə. Çox sağ olun. Başınızı ağrıtdım, yordum sizi. Allah sizdən razı olsun ki, bu cür gözəl verilişə, bu cür gözəl heyətlə məni dəvət eləmişsiniz. Allah razı olsun sizdən. Təşəkkür edirəm Namiq bəy. Allah razı olsun. Həqiqətən o qəlbinizin, ürəyinizin o incə yerlərindən, məqamlarından süzülüb gələn bu beytlər, bu fikirlər bizim də qəlbimizə yol tapır və bizi izləyən izləyicilərimizin də qəlbinə yol tapır. Allah sizi bu yolda müvəffəq eləsin. Daha da çox şeirlər, daha da çox qəzəllər yaradasınız, yazasınız inşallah. Hamımız eşidək, dinləyək, zövq alaq. Minnətdaram. Və əlbəttə artıq verilişimizin sonuna çatdıq. Sonda yenidən Seyid Taleh Günəşli qardaşımızdan bir gözəl ifa eşidəcəyik, dinləyəcəyik. Ondan da verilişimiz xətm olunacaq. Mən isə artıq izləyicilərimizlə sağollaşıram. Dəyərli, qiymətli izləyicilər, çox sağ olun ki, bizi izlədiniz. Bu əzəmətli, bu gözəl gün münasibəti ilə bütün xanımlarımızı, bütün analarımızı qəlbdən, ürəkdən təbrik edirik inşallah. Allah nəsib eləsin, növbəti verilişlərdə sizlərlə görüşməyə bir daha şad olarıq, var olasınız. Allahın nəzəri sizin və ailənizin üzərinizdən əski olmasın inşallah. Allaha amanət olasınız. Xuda hafiz. İşte yazın adın yarada, selam olsun sana ya Fatime Zehra. Bu eşki tapır özünde Kur'an, selam olsun sana ya Fatime Zehra. Zehra göz açtı aleme, ehli sema emmiş yere, tebrik deyirler Hateme, tebrik deyirler Hateme, tebrik deyirler Hateme. Her çöhrede vardı gülüş, düştü adı dilden dile. Vaciblerin siması hoş, gelmiş mübarek menzile. Enbiyalar başına Allah özü koymuş tacı, mümin olmuş şəslərin, çoxdur sana ihtiyacı. Her iki dünyadaki benzeri yok birinci sen. Müjde bu dünyalara, yerin göğün sevinci sen.
Bütün gülden, çiçekten, her güzellikten güzel sensen. Gələr ətrin ürəkdən, hem doğulmuş hem əzəl sənsən. Can Zəhra, Can Zəhra, Can Zəhra, Can Zəhra. Sen güneşin ey canım, semada ulduzum mizanım, kemale tattıran insanı, vücuda salmısan imanı. Sen Əliyə yavərsən, həqiqət əhlinə sərvərsən, bütün xəlaiqə madərsən, bahalı dillərə əzbərsən. Bayramınız mübarək olsun.